Xanımlar, bu günlər sizə Faberlic haqqında məlumat vermək istəyirəm. Uğura gedən yol Faberlicdir və vacib olan mövzulardan danışmaq istəyirəm. Faberlic də təkcə kosmetika satılan bir şirkət deyil. Burada insan öz keyfiyyətli məhsulları təqdim etməklə yanaşı, biznes qurmaq və şəxsi inkişaf etmək imkanı da var. Uğur qazanmaq üçün ilk növbədə məqsəd lazımdır. Məqsədi olmayan insan, xanımlar, başladığı iş yarım qoyur. Məqsədi olan insan qarşısına çıxan çətinliklərə baxmayaraq yoluna davam edir. Bu işdə nəticə bir gündə olmur. Heç kim ilk gündən böyük komanda qurmur və yüksək gəlir qazanmır. Hər uğurun kiçik addımlarla başlayır. Vacib olan hər gün fəaliyyət göstərməkdir. Bir nəfərlə danışmaq, bir status paylaşmaq, bir məhsulu tanıtmaq belə gələcəyin uğurunun təməlidir. Bəzən ətrafımızdakı insanlar bu işdə alınmaz, burada qazanc yoxdur deyir. Boş yerə vaxt itirsən kimi sözlər deyə bilər. Ancaq biz başqalarının fikirlərini yox, öz məqsədimizlə hərəkət etməliyik. İnsanlar dedikləri müvəqqətdir, amma zəhmətin nəticəsi qalıcıdır. Əgər insan özünə inanırsa və davamlı çalışırsa, gec-tez istədiyi nəticəni əldə edir. Faberlicdə uğurun əsas sirri davamlılıqdır. Hər gün müəyyən vaxt ayırmaq, yeni insanlarla tanış olmaq, məhsullar haqqında məlumat öyrənmək, komanda ilə əlaqə qurmaqdır. Öz üzərində işləmək çox vacibdir. Kiçik görünən addımlar zaman keçdikcə böyük nəticələrə çevrilir. Komanda işi də böyük əhəmiyyət daşıyır. Birimizi dəstəkləmək, bildiklərimizi paylaşmaq, birlikdə inkişaf etmək həm də motivasiyanı artırır və uğuru sürətləndirir. Güclü komanda hər bir üzvün inkişafına kömək edir. Ən vacib məqamlardan biri isə məhsulu tanımaqdır. Məhsul haqqında nə qədər çox məlumatlarımız olsa, müştərilərə məlumatı o qədər verə bilirik. Müştərinin etibarını qazanmaq uzun müddətli uğurun şərtlərindən biridir. Sonunda demək istəyirəm ki, uğur şans deyil. Uğurun hər gün verilən qərarlarla atılan addımlar göstərilən əzmin nəticəsidir. Özümüzə inanaq, məqsədimizdən dönməyə və hər gün inkişaf etməyə çalışaq. Bugün başladığımız kiçik iş sabah böyük nailiyyətlərə çevrilə bilər. Xanımlar, unutmayın, böyük uğur bir anda deyil, hər gün atılan kiçik addımlar nəticəsində qazanılır.